İlham Əliyev Pezeşkiyana zəng etdi. Yanvarın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyana zəng edib. Axar az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib. Telefon danışığı əsnasında İran prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb. Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Prezident Məsud Pezeşkiyan öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Erməni nazir Azərbaycanla bağlı bu sualı cavablandırmadı. Azərbaycandan şəkər idxalı ilə bağlı məsələni hazırda şərh edə bilmərəm. Globalinfo az xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan mediada Azərbaycandan şəkər idxalı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Nazir Azərbaycan və Ermənistan arasında digər malların idxalı və ixracı məsələsinə də toxunub. Onun sözlərinə görə, tərəflər qarşılıqlı olaraq ixrac və idxal siyahıları mübadiləsi aparıblar və bu siyahılar arasında uyğunluq mövcuddur. Papoyan qeyd edib ki, təqdim olunan siyahılar hər iki ölkədə müvafiq zavodlara göndərilib və eyni yanaşma Ermənistan tərəfindən də tətbiq edilib.